Hekayənin mövzusunu necə izah etməli? Bu dəfə bu suala cavab verəcəyəm. Şagirdlərinizə hekayə təqdim eləyib, bu hekayənin mövzusu nədir, bunu müəyyənləşdirin deyərkən, adətən sizə necə cavab verirlər? Ya bir ideya cümləsi formasında və yaxud problematik bir cümlə ya sual şəklində cümlə təqdim eləməklə və yaxud da hekayənin həyat materialından açar sözləri seçməklə, yəni məzmuna aid açar sözlərini seçməklə hekayənin mövzusunu müəyyənləşdirdiklərini düşünürlər. Lakin biz şagirdə izah etməliyik ki, hekayənin mövzusu onun nə ideyasıdır, nə problemidir, nə də həyat materialındakı, məzmunundakı məqamlardır. Hekayənin mövzusu deyəndə nə başa düşülür? Müəllifin mətndə nəzərə aldığı, işlədiyi fəlsəfi bir mövzu, ictimai mövzu, tarixi mövzu, təbiət mövzusu və ilaxır. Bəzi hekayələrdə mövzu açar söz şəklində ümumiyyətlə görünməyə bilər. Yəni, mətndə siz o açar sözlərə, mövzunu ifadə edən açar sözlərinə rast gəlməyə bilərsiniz. Məsələn, tutaq ki, mətndə dostluqda sədaqət mövzusundan bəhs edilir, amma orada nə dostluq sözü var, nə sədaqət, nə vəfa kəlmələri işlənməyib. Sadəcə məzmun dostluqda sədaqətdən bəhs edir, məzmun bunu əks elətdirir. Bəs bu halda hekayənin mövzusunu necə müəyyənləşdirməli? Mən bunun texnikasını sizə bir mətn əsasında izah eləyəcəm. Siz bir metodla tanış olacaqsınız. Balqabağın sahibi. Bir zamanlar bir dərvişi mənsub olduğu təriqətin şeyxi bərbərə göndərir. Şeyx ondan xahiş edir ki, saçını dibindən qırxdırsın, saqqal və bığlarını isə bacardığı qədər qısaltsın. Dərviş tərəddüd etmədən bərbərin kreslosuna oturur və sakitcə deyir: "Başla usta." Bərbər dərvişin saçlarını qırxmağa başlayır. Dərviş də aynadan özünə baxır. Başının sağ tərəfi artıq tamamilə qırxılmışdı ki, qəfildən içəri iri cüssəli loğa bir qoçu daxil olur. Təkəbbürlə dərvişin yanına gəlib, onun qırxılmış başına bərk bir sillə vurur və qışqırır: "Dur ayağa, balqabaq, dur ki, mənim də təraşımı eləsinlər." Dərvişlik budur. Söyənə dilsiz, vurana da əlsiz gərək.